Bəli, Qərbin Azərbaycana münasibəti dəyişir. Fransa ilə diplomatik əlaqələrdə yeni səhifə açılır. Prezident İlham Əliyevin Fransanın səfiri ilə görüşündə vurğuladığı kimi anlaşılmazlıqlar artıq arxada qalıb. Qarşıda isə əməkdaşlığın yeni mərhələsi dayanır. Niderland parlamentindən gələn dəstək bəyanatları, Qərb mediasında Azərbaycanın sülh təşəbbüslərinə artan maraq və bütün bunlar Qərbin artıq reallıqları qəbul etdiyini göstərir. Azərbaycan diplomatiyası növbəti dəfə beynəlxalq gündəliyi öz şərtləri ilə müəyyənləşdirir. Azərbaycanın dövlət başçısı İlham Əliyev ötən gün Fransanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən iki ölkə arasındakı mühüm məsələlərə toxundu. Kopenhagendə Fransa prezidenti Macronla görüşünü xatırladaraq nəticədə ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını, iki tərəf arasında yeni dövrün başlandığını vurğuladı. Xatırlayırsınızsa son vaxtlara qədər Fransanın uzun müddət ermənipərəst mövqedə dayanması və ATƏT Minsk qrupu çərçivəsində balansız siyasət yürütməsi Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanırdı. Elə Niderland parlamentində də keçirilən son dinləmələrdə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması və regionda sülh təşəbbüslərinə dəstək ifadə olunması Qərbdəki tendensiyanın dəyişdiyini göstərir. Ən əsası da erməni lobbisinin səsi çıxmır. Onlara Azərbaycan əleyhinə çıxış etmək üçün tribuna verilmir. Bütün bunlar onu sübut edir ki, Fransanın, Niderlandın timsalında Qərb dünyası artıq Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyə başlayıb. Diplomatik və siyasi müstəvidə ciddi uğurlar əldə edən Azərbaycanın beynəlxalq nüfuzu gücləndiyindən Qərbin əsas aktorları da real vəziyyəti qəbul edir. Ümumiyyətlə, son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, xüsusilə də Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar Qərb dövlətlərini də mövqelərini yenidən nəzərdən keçirməyə vadar edir. Azərbaycanın haqlı mövqeyini görməzdən gələn, yaxud da buna ikili standartlarla yanaşan ölkələrin bu addımı təkcə diplomatiyada deyil, informasiya müstəvisində də özünü göstərirdi. Çünki Azərbaycanın qalib ölkə kimi artan nüfuzu müəyyən dairələri narahat edirdi. İndi isə əksinə, beynəlxalq media qurumlarında Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, regional əməkdaşlıqda oynadığı fəal rol daha çox işıqlandırılır. Xüsusilə də 2020-ci ildən sonra yaranan yeni status quo fonunda Qərbin aparıcı siyasi analitikləri də Azərbaycanın mövqeyini real və əsaslı hesab edirlər. Belə ki, beynəlxalq ekspertlər Azərbaycanın dövlət başçısının yürütdüyü siyasəti nümunə göstərir, rəsmi Bakının mövqeyi ilə hesablaşmağın vacibliyini vurğulayırlar. Bu isə bölgədə sülh və sabitliyin formalaşması üçün yeni imkanlar yaradır. Beləliklə 8 avqust Vaşinqton razılaşmalarından və imzalanan sənədlərindən sonra yeni bir mərhələ başlayıb və Amerika Birləşmiş Ştatlarının bundan əvvəlki administrasiyası zamanı müxtəlif güc mərkəzləri demokratların siyasətinə uyğunlaşmağa çalışırdısa, bugün fərqli bir mənzərədir və Azərbaycan artıq yaxın şərq siyasətində də fəal rol oynayır, vasitəçi kimi çıxış edir. Misirdə keçirilən sülh sammitində cənab prezident iştirak edirdi və burada da Trumpın bizim liderə çox xoş münasibəti, mehriban davranışları və mesajları xüsusi əhəmiyyətə malikdir və belə olan halda əlbəttə ki, yeni münasibətlər sistemi kontekstində ayrı-ayrı dövlətlər Azərbaycanla əlaqələrini istiləşdirməyə çalışır və bu yeni siyasi periyodda özləri üçün də müəyyən fürsətlər axtarışındadılar. Artıq Azərbaycanın qalib ölkə kimi artan beynəlxalq nüfuzu, regional əməkdaşlığa verdiyi töhfələr, müstəqil xarici siyasəti danılmaz faktlar kimi qəbul olunur. Bu, təbii ki, dövlət başçısı İlham Əliyevin yaratdığı məqsədyönlü və prinsipial siyasətin nəticəsidir. Qalib mövqedən çıxış edən Azərbaycan regionda sülh və əməkdaşlıq üçün real yol xəritəsi təqdim edən ölkəyə çevrilib. Qərbin bu istiqamətdə mövqeyinin dəyişməsi, reallıqla hesablaşması təkcə regional yox, qlobal oyuncular üçün də zəruridir. Simnarə Həmid qızı, Real.